Elektroensefalografiya. Bu aparat nədir, iş prinsipi nədən ibarətdir və bizə hansı tipli xəstələr müraciət edə bilər? Elektroensefalografiya, yəni EEG aparatı, beynin elektrik aktivliyini ölçən diaqnostik tibbi cihazdır. Beyin hüceyrələri işləyərkən zəif elektrik impulslar yaradır və EEG aparatı bu impulsları baş dərisinə yerləşdirilən elektrodlar vasitəsilə qeydə alır. Bu aparat beynin quruluşunu deyil, onun funksional fəaliyyətini qiymətləndirməyə imkan verir. Bu aparatın iş prinsipi çox sadədir. Biz burada ilk öncə EEG elektrod papağından istifadə edirik. Bu papaq elektrodların baş dərisinə düzgün və standart nöqtələrdə yerləşdirilməsini təmin edir. Bu yerləşdirmə beynəlxalq 10-20 sistemi əsasında aparılır. 10-20 sistemi elektrodların baş üzərində müəyyən məsafə və nisbətlərə görə yerləşdirilməsinin standart metodudur. Bu sistem sayəsində beynin müxtəlif sahələrindən gələn elektrik siqnalları daha dəqiq müəyyən olunur. Elektrodların sayı müayinənin məqsədindən asılı olaraq dəyişir. Rutin EEG-lərdə daha az elektrodlardan istifadə olunur, lakin detallı və uzun müddətli müayinələrdə elektrodların sayı artırılır. Elektrod sayı artdıqca beynin fəaliyyəti daha geniş və dəqiq qiymətləndirilir. Beyindən gələn elektrik siqnalları aparat tərəfindən tutulur, gücləndirilir və kompüterə dalğalar şəklində göstərilir. Burada müayinə 2 saat müddətində oyanıqlı və ya yatlı vəziyyətdə aparılır. Müayinə ağrısızdır, təhlükəsizdir və bədənə heç bir cərəyan və ya şüa vermir. Aparat sadəcə mövcud beyin fəaliyyətini qeyd edir. EEG müayinəsinə əsasən epilepsiya, qıcolma tutmaları olan xəstələr, yuxu problemi, şuur itkisi və bayılmaları olan xəstələr, eyni zamanda beyin travması keçirmiş və ya digər nevroloji problemi olan şəxslər müraciət edə bilər. EEG beyinə qulaq asmanın elmi yoludur.